Deməli, mövzumuz mexaniki iş, güc, faydalı əmsalıdır. İş iki cür. İkisi ayıraq. Konservativ qüvvələrin gördüyü iş, konservativ olmayan qüvvələrin gördüyü iş. Konservativ qüvvələrin gördüyü iş yer dəyişmədən asılı, yəni traktorion formasına asılı olmayıb, başlanğıc və son nöqtəni birləşdirən vektordan asılıdır. Amma konservativ olmayan qüvvələrin gördüyü iş isə traktorion formasına asılıdır, yəni gedilən yol ilə hesablanır. Konservativ olmayan qüvvələr potensiallı qüvvələrdə misal göstərmək olar. Məsələn, əvəzləyici qüvvənin gördüyü iş, elastiklik qüvvəsinin gördüyü iş, ağırlıq qüvvəsinin gördüyü iş, Coulomb qüvvəsinin gördüyü iş, F-Lorentz və F-Amper qüvvələrinin gördüyü işləri buna misal göstərmək olar. Konservativ olmayan qüvvələr isə sürtünmə, müqavimət və dartı qüvvələrinin gördüyü iş misal göstərmək olar. Hansı ki, onları tapılarkən qüvvə yola, amma konservativ olan qüvvələrin tapılarkən isə qüvvə yer dəyişməyə vurulur. Məsələn, birincisi başlayaq əvəzləyici qüvvənin gördüyü işdən. Əvəzləyici qüvvənin gördüyü iş, mexaniki işdən gedir söhbət. F əvəzləyici vurulsun S-ə bərabərdir. Düz xəttli bərabər sürətli hərəkətdə görülən iş 0. Çeviri üzrə bərabər sürətli hərəkətdə də görülən iş 0-dır. Bərabər yeyinləşən hərəkətdə görülən iş müsbət. Bərabər yavaşın hərəkətdə isə görülən iş mənfidir. İndi niyə? Çünki bizdə deyirik ki, əvəzləyici qüvvənin gördüyü iş, əvəzləyici qüvvə yerləşmə və onlar arasındakı bucağın kosinusu hasilinə bərabərdir. Burada kosinusun deməli aldığı qiymətlərdən asılı olaraq görülən iş mənfi, müsbət və 0 ola bilər. Əgər bucağımız 0 ilə 90 dərəcə arasındadırsa, yəni iti bucaqdırsa, 0 ilə 90 dərəcə arasındadırsa, görülən iş müsbət. 90 dərəcənin özündə görülən iş 0, perpendikulyarda görülən iş 0-dır. 90-dan və 90-dan böyük 180 dərəcə aralarında görülən iş isə mənfidir. İndi baxaq, bərabər sürətli hərəkətdə ümumiyyətlə demişdik ki, əvəzləyici qüvvənin modulu 0 olduğundan əvəzləyici qüvvənin gördüyü iş də 0 olar. Çeviri üzrə bərabər sürətli hərəkətdə isə mərkəzi qüvvə, yəni MA, hansı ki A ilə V bir-birlərinin perpendikulyar yönəldiklərindən aradakı bucaq 90 dərəcə olduğundan görülən iş 0 olar. Yeyinləşən hərəkətdə sürətlə təcil vektoru arasındakı bucaq biri 0 dərəcədir. Ona görə görülən iş müsbətdir. Yavaşın hərəkətdə isə aradakı bucaq 180 dərəcədir. Deməli, görülən iş mənfiyə bərabərdir. Ümumiyyətlə, bu bütün qüvvələr üçün doğrudur. Daha sonra keçək S-in yerinə yazmaq olar. Təbii ki, S-in yerinə V0 üstəgəl AT kvadrat bölü 2 yazmaq olar. F əvəzləyicinin də yerinə MA yazıb hesablamalar apara bilərsiniz. Və bu zaman görəcəksiniz ki, A T ilə kvadratik asılı olmuş olar. Çünki S-in yerinə AT kvadrat bölü 2 yazırsınız. Yəni, qrafiklər çəkmək artıq sizlikdir. Düsturu yazın, ona uyğun da bir qrafikinizi çəkmiş olacaqsınız. Daha sonra keçək ağırlıq qüvvəsinin işinə. Ağırlıq qüvvəsinin işi. Ağırlıq qüvvəsinin özü hara doğru yönəlir? Bilirik, şaquli istiqamətdə yerin mərkəzinə doğru, yəni aşağıya doğru yönəlir. Burada ağırlıq qüvvəsinin gördüyü iş tapılarkən yenə yer dəyişmədən istifadə edir. Yer dəyişməmizi bu səfər S yox, H ilə, yəni hündürlük kimi qəbul edəcək. Ağırlıq qüvvəsinin işi, əgər biz aşağıya doğru hərəkət ediriksə, ağırlıq qüvvəsi aşağı doğru yönəldiyindən eyni istiqamətdə də görülən işlər olacaq müsbət. MGH. Yox, əgər cismə təsirin ağırlıq qüvvəsi aşağıda, amma biz yuxarıya doğru qalxırıqsa şaquli istiqamətdə görülən iş olacaq mənfi MGH. Yox, əgər biz üfüqi səthdə sağa və ya sola doğru hərəkət ediriksə, amma ağırlıq qüvvəsi bilirik, MG aşağı doğru yönəlir, görülən iş 0 olacaq, çünki perpendikulyarda. Məsələn, mail müstəvidə görülən iş, ağırlıq qüvvəsinin gördüyü iş aşağı doğru düşürsə müsbət, yuxarıya doğru qalxırıqsa görülən iş mənfidir. Bəs işin düsturu nə olacaq? Təbii ki, MGH. Siz nəyə baxacaqsınız? Mail müstəvinin hündürlüyünə baxıb hesablamalarınızı aparsınız, olacaq ağırlıq qüvvəsinin gördüyü iş. Daha sonra baxaq, deməli, sizlə dartı qüvvəsinin gördüyü işə. A bərabər dedik, F dartı vurulsun, L olacaq. L əgər burada bərabər sürətli hərəkətsə, F dartı vurulsun, V vur T yaza bilərik bərabər sürətli hərəkətlərdə və görər ki, A T-dən xətti düz mütənsib asılı olmuş olacaq. Burada ağırlıq qüvvəsində də H-ın yerinə yaza bilərsiniz, JT kvadrat bölünsün 2. Yenə görəcəksiniz ki, A T-dən kvadratik asılıdır. Daha sonra keçək, deməli, sizlə reaksiya qüvvəsi. Reaksiya qüvvəsi səthə perpendikulyar istiqamətdə yönəldiyindən, səthə perpendikulyar istiqamət, yəni dayaqdan cismə perpendikulyar istiqamətdə yönəldiyindən gördüyü iş 0-a bərabər olur. Reaksiya qüvvəsinin gördüyü iş 0-dır. Daha sonra keçək sizdən sürtünmə qüvvəsi və müqavimət qüvvələrini gördüyü işə. Sürtünmə qüvvəsinin gördüyü işdə dedik, deməli, yol ilə hasilinə bərabərdir. Və sürtünmə qüvvəsinin gördüyü işi mənfi alırıq. Nəyə görə sürtünmə qüvvəsinin gördüyü işi mənfi alırıq? Çünki biz demişik ki, sürtünmə qüvvəsi əgər sistemə təsir edirsə, onun mexaniki enerjisini azaldır. Əgər birazdan onu deyəcəm, mexaniki enerji azalıbsa, deməli, gördüyü iş mənfidir. Birazdan onları qeyd edəcəm. Deməli, burada əgər üfüqi səthdirsə, MÜ, MG
yazmaq olar. MMJ vurulsun el yatı saxlayın burada yoldur. Məsələn, mali müstəvidə sürtünmə qüvvəsi tutaq getsin aşağıya doğru gedir. Sürtünmə qüvvəsi yönəcək yuxarı və gəlin belə deyək də sistem hərəkət buradan olsun. Hərəkətimizə buradan baxaq. Deməli, cisim yuxarıya doğru qalxır, amma sürtünmə qüvvəsi aşağı istiqamətdə yönəlib. Deməli, hərəkətin əksinədir. Yenə oldu mənfi. Artıq burada mali müstəvidə olduğuna görə mali müstəvidə nə yazırdıq? MMJ kosinus alfa vurulsun eldəki mali müstəvinin uzunluğunu yazıb hesablamış ola bilərik. Bu belə. Daha sonra sizə deyək müqavimət qüvvəsi işi. Müqavimət qüvvəsi hərəkətin əksinə doğru yönəldiyindən F müqavimət vur H yazırıq. H burada yenə məsələn 2 dəfə tutaq ki, cisim həm yuxarı qalxıb, həm də aşağı düşüb. Yəni burada H artıq yer dəyişmə kimi yox, skalyar kəmiyyət kimi hesablayacaqsınız, yol kimi qəbul edib hesablayırsınız. Bundan əlavə olaraq sizə danışaq nədən? Danışaq kinetik enerji haqqında teorem. Gəlin burada mən siz üçün başqa bir qüvvələri də yazmışdım. Həmin qüvvələrin də gördüşlərə baxaq. Məsələn, elastiklik qüvvəsinin gördüyüş, birazdan onu danışsam potensial enerji haqqında teoremdən. Coulomb qüvvəsinin Lorentz qüvvəsinin gördüyüş sıfırdır. Çünki Lorentz qüvvəsi sürətə perpendikular istiqamətdə yönəldiyindən gördüyüş sıfır olur. Amper qüvvəsinin gördüyüş taparkən A bərabərdir. F amper vurulsun S yazırsınız. F amperin yerinə ILB yazırsınız. Məsələn, Arximed qüvvəsi yadımdan çıxıb. Arximed qüvvəsində gördüyüş F Arximedi vur S-dir və F Arximedi vur H-dir. F Arximedin yerinə istənilən bir F Arximedin düsturunu yaza bilərsiniz. Məsələn, Romayi, V batan, J, V sim J və s. yazıb H-a vura bilərsiniz. Bu da olacaq Arximed qüvvəsinin gördüyü iş. Coulomb qüvvəsinin gördüyü iş taparkən A-nın yerinə A bərabərdir, Q vurulsun U-dur. Daha sonra Q-nün Q olduğu kimi qalır. U-nun yerinə F1 çıxılsın, F2 yazırsınız. Onu gəlin aşağıdan yazım sizin üçün. Deməli, Coulomb qüvvəsinin gördüyü iş. Q vurulsun U. Q-nün yerinə Q olduğu kimi qalır. Onun yerinə F1 çıxılsın, F2 yazırsınız. Yenə Q-nun olduğu kimi saxlayıram. F1-in yerinə K vurulsun, Q0 bölünsün, R1 çıxılsın, K vurulsun, Q0 bölünsün, R2 yazmış olursunuz. Və burada bu da belə. Daha sonra deməli biz danışdıq kinetik enerji haqqında teoremdən. İş müsbət şarlı kinetik enerjinin dəyişməsinə bərabərdir. Delta YK kinetik enerjinin dəyişməsidir. Yerinə YK çıxılsın, YK0 yazırıq və YK2 çıx YK1 yaza bilərsiniz, fərq eləmir. YK-nın yerinə M bölü 2-ni mötərizə xaricdən çıxarsaq V kvadrat çıx V0 kvadrat yaza bilərsiniz. Hərəkət sükunətdəndirsə buradan V0 sirsiz qalır MV0 kvadrat bölü 2. Üzrə MV kvadrat bölünsün ki, yox əgər hərəkət tormozdansa V-ni sıfıra bərabərdir, siz alırsınız mənfi MV0 kvadrat bölünsün 2. Artıq iş olacaq mənfi. Yeniləşəndə müsbət, yavaşlayanda mənfi, bərabər sürətdə hərəkətdəsə kinetik enerjinin dəyişməsi sıfır olduğundan həm çevrədə, həm də düz xəttdə iş sıfıra bərabər olmuş olacaq. Potensial enerji haqqında teoremdə deyək, iş müsbət işarə ilə kinetik enerjinin dəyişməsinə, mənfi işarə ilə isə potensial enerjinin dəyişməsinə bərabərdir. Məsələn, MJH ilə baxaq. Deməli, mənfi MJ vurulsun, H2 çıx H1. Normalda potensial enerjinin dəyişməsi təbii ki, nə olacaq? MJ vurulsun, H2 çıx H1. Sadəcə qarşısında mənfi var deyə yazır. Mənfi olduğuna görə mötərizəni açanda H1 müsbət, H2 mənfi olur. Ona görə birbaşa yaza bilərik ki, birinci çıxılsın, ikinci MJ. H1 çıxılsın H2. Məsələn, deformasiya olunmuş elastikli yaya baxsaq, orada da olacaq, məsələn, işin düsturu, yenə mənfi delta YP-dir. Ona görə F1x1 bölünsün ki, çıxılsın F2x2 bölünsün 2 yaza bilərsiniz və ya K vurulsun x1-in kvadratı, çıxılsın x2-in kvadratı yazıb hesablamanızı apara bilərsiniz. Bu, elastiklik qüvvəsinin gördüyü işdir, ağırlıq qüvvəsinin gördüyü işdir. Yox, amma sizdən xarici qüvvələrin ağırlıq qüvvəsi üzərində gördüyü işi, elastiklik, yəni yay üzərində görülən işi istəyirsə, onda həmin o xarici qüvvələrin gördüyü işdə mənfi işarə ilə həmin o sistemin gördüyü işə bərabərdir. Yəni bunlara bir də mənfi qoyacaqsınız, qarşısına tapmısınızsa, alacaq sizin xarici qüvvələrinizin gördüyü iş. Bir də baxaq bayaqki məsələyə, hansı ki sürtünmə qüvvəsi təsir edir və ya müqavimət qüvvəsi təsir edir. Əgər sürtünmə qüvvəsi təsir edirsə, bizim mexaniki enerjimiz azalır. Tam mexaniki enerjinin müəyyən bir hissəsi daxili enerji, yəni sürtünmə qüvvəsinin gördüyü iş hesabına daxili enerjiyə çevrilir. Və sürtünmə qüvvəsinin gördüyü iş taparkən, son mexaniki enerjidən çıxırsınız başlanğıc mexaniki enerjini və burada da alacaqsınız sürtünmə qüvvəsinin gördüyü işi. Daha sonra keçək gücə.
Güc n hərfinə işarə olunur. Vahid zamanda görülən işə bərabərdir və ya işin görülmə yeninə bərabərdir. Vahidi joule böl saniyədən wattdır. Watt bərabər joule böl saniyə. Deməli, joule-un yerinə, gəlin belə deyək də, joule-un yerinə biz iş F vuresidən Newton metr də yaza bilirik. Newton metr bölünsün saniyə. Watt güc skalar kəmiyyətdir. Bu yazdığımız düsturda zamandan asılı deyil. Çünki biz burada nə deyəcəyik? Baxın, deyirik ki, tutaq ki, düsturumuz F artı vur S-dir. Bölünsün T, hərəkət bərabər sürətlidirsə, S-in də yerinə VT yazırıq. Düsturunuz belə olacaq. V vur T, bölünsün T. T'lər getdi, oldu F vur V. Deməli, belə bir şey yadda saxlayın. İşin düsturu F-dir, gücünsə düsturu F vurulsun V-dir. Bir də ki, işin düsturu olanı mütləq kinetik enerjinin dəyişməsi və mənfi potensial enerjinin dəyişməsini qəti unutmayın. Ən birinci bunları yadda saxlayın ki, işin düsturları kinetik və potensial enerjinin dəyişmələrinə bərabərdir. Biri müsbət işarə ilə, biri isə mənfi işarə ilə bərabərdir. Daha sonra, deməli, burada F düsturundan F burada F müqavimət qüvvəsi də ola bilər, dartı qüvvəsi də ola bilər, sürtünmə qüvvəsi də ola bilər. O baxır sizin məsəleniz, yəni fərq etmir. Hər hansısa bir qüvvənin sürətə hasilinə bərabərdir. Daha sonra baxaq faydalı şəmsalına. Faydalı şəmsal nədir? Faydalı şəmsalı eta hərfinə işarə olunur. Qısaca fiyə də deyirik buna. Faydalı işin tam işin nisbətinin faizləri ifadəsinə bərabərdir. Faydalı iş tam iş. Görək nədən gedir söhbət. Baxaq. Tutaq ki, hər hansısa cismi deməli, şaquli istiqamətdə yuxarı doğru qaldırmaq istəyirik və mühərrikimizin gücü n-dir. Onda faydalı işimiz mjh-dır. Çünki biz onu hər hansısa bir hündürlüyə qaldırmaq istəyirik. Amma tam işimiz isə n vurulsun t, yəni hər hansısa bir güc sərf edirik biz ona. Olacaq n vur t vur 100%. Deməli, bu oldu tam iş. Yuxarıdakısı oldu faydalı iş. Yaddan çıxartmayın. Daha sonra, əgər bərabər sürətlə hərəkət etdiririksə, h böl t-nin yerinə v yaza bilərsə, olacaq onda mjv bölünsün n vurulsun 100%. Bunlar oldu etanın düsturları. Bu hərf eta hərfidir. Vahidi yoxdur, adsız kəmiyyətdir. Tutaq ki, biz blokların köməyi ilə cismi hərəkət etdirməyə çalışırıq. Əgər tərpənməz blokdursa mj böl f vur 100%-dir. Tərpənən blokdursa mj böl 2f vurulsun 100%-dir. Yox, əgər mail müstəviddirsə mjh bölünsün f dartı vurulsun l vurulsun 100%-dir. İndi bu tərpənən və tərpənməzin içindəki f-lərin içində nə var? F-lərin içində cismin çəkisi ilə, baxın, məsələn, tərpənməz blokda f dartı nəyə bərabərdir? Cismin çəkisi üstə gəlsin f sürtünməyə. Bəs tərpənən blokdakı f nəyə bərabərdir? Tərpənən blokdakı f-dəki f dartı qüvvəsi. P blok üstə gəlsin p cisim bölü 2 üstə gəl f sürtünmə. Yəni burada f sürtünmə nəzərə alınır. Blok nəzərə alınmaya bilər, özü bilər. Əsas odur ki, f sürtünmə nəzərə alınır. Məsələn, buradakı f dartı nəyə bərabərdir? Mail müstəvidəki f dartı. Tutaq ki, əgər cismi bərabər sürətlə biz hərəkət etdiririk, bərabər sürətlə tutaq ki, yuxarı doğru qaldırmaq istəyirik. Onda f dartının içində həm mj sinus alfa var. Sürtünmə olduğuna görə üstə gəlinsin mü mj kosinus alfada var. Baxın, mail müstəvidə demişdik həmişə. Bu cismə mj sinus alfanızı qoyursunuz. Sürtünmə varsa, əgər biz bunu f qüvvəsini yuxarı doğru dartırıqsa, sürtünməmiz oldu əksinə mü mj kosinus alfa. Əgər bərabər sürətlə dartırıqsa, f qüvvəsi bu iki qüvvənin cəminə bərabərdir. Fikir verin, burada sizin tam işiniz f dartı vur l-dir. Görürsünüz, l. Nəyi nəzərə aldıq? Mail müstəvinin uzunluğu. Amma faydalı işiniz isə mjh-dır. Onları mütləq ayırmağı bacarmalısınız. Daha sonra etanın düsturlarından biri, deməli, f dartı çıxılsın, f sürtünmə bölünsün f dartıya bərabərdir. Yəni, əvəzləyici qüvvənin dartı qüvvəsinə olan nisbətinə bərabərdir, vurulsun 100%. Bir də yəqin ki, mail müstəvidə belə bir düsturu var. Deməli, burada f dartının yerinə yazırıq, mj sinus alfa üstə gəlmə mj kosinus alfanı. H böl l-də ki, bizə verir sinus alfanı. Yəni, elə bir hazır düsturunuz da var, çıxarılır. İstəyirsə yazaq. Çünki qarşınıza yəqin ki, çıxıb, deməli, burada yazırıq mjh. Aşağıda da yazırıq ki, mj sinus alfa, üstə gəlinsin, mj, yerləşmə deyir, biraz balaca yazıq. Deməli, mj sinus alfa, üstə gəlinsin, mj kosinus alfa və burada var idi, vurulsun l. Dartı qüvvəsini gördük. İndi burada h böl l-in yerinə sinus alfa yazırıq. Baxın, bu h böl l-in yerinə yazacağım sinus alfa. Buraya yazıram sinus alfa. Daha sonra hər yeri başlayıram sinus alfaya və mj-yə bölməyə. Baxın, burada qalır 1, burada da qaldı 1, çünki hər yeri sinus alfaya bölürəm. Burada da qaldı 1. Burada da mj-lər getdi, mj-yə də bölmüş, amma hər tərəf bir də kosinusu sinusa bölündə olur tangens alfa. Deməli, belə bir düstur alsın, 1 bölünsün, 1 üstə gəlinsin, mü qalmışdı, mü vurulsun, tangens alfa, üzr istəyirəm, kosinusu sinusa bölündə kotangens. Kotangens alfa, yəqin ki, bu düsturu görmüsünüz, çıxarılışı da ki, buradan çıxan bir nəticədir. Bu da oldu sizin faydalı iş əmsalınız.
Bir də belə bir məsələyə baxaq. Tutaq ki, baxın, model suallarda olmalıdır bu cismi. Tutaq ki, baxın, burada bir cisim var. Bu cismi deyir ki, əvvəlcə A nöqtəsindən B-yə gətirir. Təzədən B-dən A-ya aparır. Ağırlıq qüvvəsinin gördüyü iş tap. Ağırlıq qüvvəsinin gördüyü iş. Əgər aşağı düşürsə müsbət MJH idi. Əgər yuxarı doğru qalxsa olacaq mənfi MJH. Baxın, dedik axı H-a baxırsınız, elə baxmırsınız. Və iş tapılarkən həmişə skalyar formada cəmlənir. İş müsbət olur, mənfi olur, sıfır olur. Yekun görülən iş istənilirsə, məsələn, ağırlıq qüvvəsinin gördüyü iş tapın yekununda cəmləyirsiniz. Oldu nə? Sıfır. İndi sürtünmə qüvvəsinin işini deyir tap. Sürtünmə qüvvəsinin işi tutaq ki, uzunluğumuz L olsun. Birinci halda mənfi F sürtünmə vur L idi. Elə ikinci halda da üstə gəlinsin. Baxın, cisim əgər aşağı düşürsə sürtünmə yönələcəkdir yuxarı. Yuxarı qalxanda da yönəlir aşağı. Və bütün hallarda sürtünmə qüvvəsinin gördüyü mənfi qəbul etmişik. Mənfi F sürtünmə vurulsun. L, yəni hərəkətin əksinə olduğuna görə mənfi və sürtünmə qüvvəsi təsir edirsə, cismin mexaniki enerjisi azalır. Ona görə də bunun qiymətini həmişə mənfi qəbul edir ki, baxın, mənfi F sürtünmə L üstə gəlsin mənfi F sürtünmə L nə alırıq? Mənfi 2 F sürtünmə L. Görürsünüz, bu sıfır olmadı. Çünki bu traktorun formasından asılıdır. Qapalı traktorda gördükləri iş sıfırdan fərqlidir. Amma konservativ qüvvələrin isə qapalı traktoru boyunca gördükləri iş sıfıra bərabərdir. Məsələn, Coulomb qüvvəsi də onun kimidir. Qapalı traktorda gördüyü iş sıfıra bərabərdir. Sağ olun. Məsələn, nümunəsinə baxaq. Məsələn, baxın, burada bizə nə deyir? X nöqtəsindən cisim sərbəst buraxılır və M kütləli cisim Y-ə qədər çıxa bilir. Buna görə cismin sürtünmədən itirdiyi enerji nə qədərdir? Gəlin baxaq. Əvvəlcə itirdiyi enerji bizdə olacaq sürtünmə qüvvəsinin gördüyü iş. Yəni, Y son çıxılsın, Y başlanğıcdan. Y son çıxılsın, Y başlanğıc. İlk halda bilmək lazımdır ki, bu burada sükunətdədir. MJ var idi. MJ vurulsun 6H. Yekunda nə qədər olub? MJ vurulsun 4H. Deməli, bunun sürtünmədən itirdiyi MJH nə qədər olacaq? 4 MJH-dan 6 MJH çıxsız, mənfi 2 MJH. Yəni, bu dəyişmə, bu enerjinin dəyişməsi olacaq. Daxili enerjiyə verilən hissəsi oldu 2 MJH. İndi baxaq 2-yə. K nöqtəsindən 30 metr saniyə sürətlə fırladılan cisim L-dən 10 metr saniyə sürətlə keçir. K yarısı cismin sürtünmədən dolayı itirdiyi enerji yenə sondan başlanğıcı çıxırsınız. Sondan başlanğıcı çıxanda, yəni kinetik enerjinin dəyişməsi, bir şey də deməyi unutdum. Kinetik enerjinin dəyişməsi bütün təbiətli qüvvələr üçün doğrudur. Yəni konservativ olmayan qüvvələr, qravitasiya təbiətli qüvvələr, elektromaqnit təbiətli qüvvələr fərqi yoxdur. Amma potensial enerjinin dəyişməsi sırf potensiallı qüvvələr üçün doğrudur. Məsələn, ağırlıq qüvvəsinin gördüyü iş, Coulomb qüvvəsinin gördüyü iş, elastiklik qüvvəsinin gördüyü iş o potensial enerji üçün teorema aiddir. Amma kinetik enerjinin dəyişməsi isə bütün təbiətli qüvvələr üçün doğrudur. Deməli, burada olacaq M bölü 2-dən. Baxın, M var, V var. Təbii ki, nə yazsam? MV kvadrat çıxılsın, V0-ın kvadratı. Bu oldu kinetik enerjinin dəyişməsi və bərabər olacaq sürtünmə qüvvəsinin gördüyü işə. Deməli, M bölü 2-dən 2 bölü 2 1 verir. V kvadrat, yəni 100 çıxılsın. 900 olacaq, mənfi 800. Deməli, 800 yol enerjini itirdi. Aha, sürtünməli yolda. Sürtünməli yoldsa bunun VP-YK-sı azalır, kinetik enerjisi azalar, sıcaqlığı artır, yəni temperatur artır yazıb. Temperatur ona görə artır ki, bu enerji, hansı ki sürtünmə varsa, həmin deyək ki, sürtünmə qüvvəsinin gördüyü iş daxili enerji hesabına, daxili enerjiyə çevrilir, yəni artır. Bu doğrudur. 1 doğrudur, 2 də doğrudur. Cismin mexaniki enerjisi saxlanır, saxlanmır. Çünki sürtünmə qüvvəsi, müqavimət qüvvəsi tətbiq olunubsa, artıq onlar bizim mexaniki enerjimizdən aparırdılar. Deməli, 1 və 2 doğrudur, C variantı. Daha sonra baxaq bu məsələyə. Deməli, K nöqtəsindən Y nöqtəsinə Y kinetik enerjisi ilə fırladılan M kütləli cisim M-ə qədər çıxıb, geri dönüşdə K-da dayanır. Təzədən deməli, K-dan başlayıb, M-ə gəlir. M görsünüz sürtünməsizdir. Sürtünməsizlərdə qırıq xəttlər verilmir, durur. Buna görə Y neçə MJH-dır? Deməli, bu Y görək nəyə bərabərdir? Mexaniki enerjinin yox, tam enerjinin saxlanmasından istifadə edirəm. Tam enerjinin saxlanmasına görə bu Y nəyə veriləcək? Baxın, cisim bura qədər gəlinə kimi potensial enerji yoxdur, minimum vəziyyətdədir. Yalnız var bunun sürtünmə qüvvəsinin gördüyü iş. Bir də ki, sürtünmə qüvvəsi iş görübsə, başlanğıc andakı Y-yə yazdım Y0. İş görübsə, bunun kinetik enerjisi dəyişib və azalıb. Yəni, olsun YK son enerjisi. Ümumiyyətlə, saxlayın ki, YK Y0-dan azdır. Çünki sürtünmə qüvvəsinin gördüyü iş var orada. Aha, yekunda deməli burada mexaniki enerjini götürəndəsə, yalnız YK-nı götürürüz. Baxın, bu YK.
Bu L nöqtəsində mexaniki enerjimizdir. Bu sürtməni artıq buradan itirdik. Deməli, bu YK da nəyə bərabərdir? Burada cisim qalxır M nöqtəsi və M nöqtəsində dayanır. Burada M nöqtəsində dayanarkən 4 mgh potensial enerjiyə malik olur. Nəyin hesabına? Baxın, buradakı kinetik enerjisinin hesabına. Deməli, buradakı kinetik enerjisi 4 mgh-a bərabərdir. Aha, buradakı kinetik enerjini tapdıq. 4 mgh-dır. Y0 tapmaq üçün ilk andakı enerjisini, sürtünmə qüvvəsini gördüyü işdə tapmaq lazımdır. Çünki həmin enerjinin hesabına sürtünmə qüvvəsi də bir iş görmüşdüm. Baxaq, təzədən bu 4 mgh, baxın bu 4 mgh neyinir? Qayıdır cisim geri, yəni YK təzədən 4 mgh olur və K nöqtəsinə dayanırsa, deməli bu 4 mgh-ını da itirir. Hamısını verir nəyə? Sürtünmə qüvvəsinin gördüyü işə. Deməli, sürtünmə qüvvəsinin gördüyü işdə nə olacaq? 4 mgh. 4 mgh üstə gəl 4 mgh olacaq, 8 mgh olacaq Y variantı. Deməli, bizə deyir ki, K nöqtəsində sükunətdə olan cismi F qüvvəsi təsir edir və yolun axırına kimi bu F qüvvəsi təsir edir. K-dan M-ə kimi sürtünmə yoxdur, M-dən R-ə sürtünmə var və R nöqtəsinə gəlir, cisim dayanır. Deyir, sürtünmə qüvvəsi neçə F-ə bərabərdir? Emir hissəsində görülən, Emir hissəsinə tətbiq olunan sürtünmə qüvvəsi neçə F-ə bərabərdir? Baxaq. Enerjini saxlama qanununa fikir verək, delta YK. Aha. Deməli, yadınıza düşürsə, demişdik ki, iş müsbət şərtdə kinetik enerjinin dəyişməsinə bərabərdir. Birinci haldan M nöqtəsinə kimi baxaq görək, bu düsturumuz nə olacaq? Yəni, nəyə bərabər olacaq? YK çıxılsın YK0. İlk anda sükunətdə olduğuna görə bu getdi sıfıra, yalnız qaldı YK. YK bərabər olacaq F vurulsun, baxın, hər birinə 1x desək, hər biri x olsun. F vurulsun 2x-a. Deməli, YK bərabər oldu F vur 2x. Aha. Deməli, daha sonra bu oldu M nöqtəsində malik olduğu kinetik enerji. İlk andakı enerjisi, yəni M nöqtəsindən baxılandakı kinetik enerjisi F2x-dir. Yəni Kfx-dir. Bu enerji itirilir və bu enerji nəyə verilir? Sürtünmə qüvvəsinin gördüyü işə. Amma sadəcə MR nöqtəsinin sürtünmə qüvvəsi yox, bu üstəki dartı qüvvəsi var. Onda deməli belə yazarıq. Delta YK, yəni burada iş nə oldu? İş oldu Kfx, düzdürmü? Delta YK bərabərdir ikinci halda. YK çıxılsın YK sıfırdan. Aha, deməli, burada artıq başlanğıc andakı kinetik enerjimiz digərinin sonunda. Həmişə birinin sonu digər üçün başlanğıcdır. M nöqtəsində olan. Bura Kfx yazacaq. Yazaq. Bərabər olacaq sürtünmə qüvvəsinin gördüyü işə. Amma yekundakı kinetik enerjimiz olacaq 0. Yekunda görülən kinetik enerji olacaq 0. Bu nəyə bərabərdir? Əvəzləyici qüvvənin gördüyü işə. Yəni, F əvəzləyici vurulsun 1, 2, 3 x-a. F əvəzləyicinin də yerinə F sürtünmə çıxılsın, F dartı yazaq. F əvəzləyici vurulsun 3x. Aha, indi baxaq. Deməli, mənfi YK0, yəni mənfi 2fx bərabərdir. Gəlin belə elə bunu dartıcıq sürtünmə eləyək, çünki bilirsiniz də düsturumuz ümumiyyətlə dartıcıq sürtünmədir, amma özümüz ümumiləşdirib deyirik ki, yavaşanca sürtünmə çıx dartı yaz. Fərq eləmir. Aha, deməli olacaq belənci. Mötərizəni açaq. 3f dartı x çıxılsın 3f sürtünmə vurulsun x. F dartları keçirdək bir tərəfə. Olacaq mənfi 5f dartı vurulsun x. Dartını gəlsinlər istifadəli üçün bir nöqtə f yazmışıq. 5fx bərabərdir 3 mənfi f sürtünmə vurulsun x-a. X-lar hər tərəfdən gedir, mənfilər də gedir. Deməli, alırıq ki, f sürtünmə bərabərdir f sürtünmə bərabərdir 5 bölünsün 3. 3-də 5 f dartıya C variantı. Bu belə, yenidən bir dəfə də deyək. Baxın, iş dediyi bərabərdir kinetik enerjinin dəyişməsinə. M nöqtəsinə kimi kinetik enerjinin dəyişməsi oldu 2fx. Daha sonra R nöqtəsinə kimi kinetik enerjinin dəyişməsi yenə yazırıq YK çıx YK0. Sadəcə bu dəfə başlanğıc kinetik enerji digərinin sonunu yazırıq. Son kinetik enerjimiz oldu 0. Bu da nəyə bərabərdir? Hər hansısa bir görülən işə. Yəni burada da iş görəcək əvəzləyici qüvvənin gördüyü işə. Əvəzləyici qüvvənin içində F dartı çıx F sürtünmə var. Deməli, buradan da yazırıq ki, burada qalmışdı mənfi varımız idi qarşıda, Kfx tapmışdıq, bərabərdir. Deməli, F dartı çıx F sürtünmədə 3x-a vururuq məsafəni. Düz xəttdə olduğuna görə yol yerləşməsi də bir-birinə bərabərdir. Deməli, 3fx çıxılsın 3f sürtünmə x, fx-ları bir tərəfə keçirdirik, x-lar da hər tərəfdən gedir. Alırsınız ki, f sürtünmə bərabərdir 3-də 5 f-ə.